oradan gələn liderlik var. Şaxsmayildən gələn liderlik var. Bu ötürülür və bir də şairlik var, irfan tərəfi var. Mən hər zaman dinin sevgi tərəfini seçmişəm. Yəni niyə mən sevgi ilə getmək istəyirəm? Bunun səbəbini onu biləndə bildim. Çünki Şaxsmayil Xətai kimdir? Sufidir. İrfan əhlidir və onun oradan gələn irfanı və şairliyi babama da keçib və siz azdan çoxdan şeirlərimi bilirsiniz, mənə də keçib. Və bu ana tərəfimdən, ata tərəfimdən də bəli, bəy nəslindənik, Dərələzlik, Qərbi Azərbaycandan və bundan belə ötürülən bir şeylər var, enerjilər var, liderlik var, idarə etmə var, yəni bu məsələlər var. Məsələ buradadır ki, çox mühümdür nəsil şəfalandırmada gələndə. Baxın, o potensialları da açmaq lazımdır. Bu məsələ var. Necə ki, negativləri şəfalandırmaq lazımdır. Eyni zamanda ötürülən o potensial enerji ki var, onu da o potensiallarınızı da açmağınız lazımdır. Onu da aktivləşdirməyimiz, həyatımıza tətbiq etməyimiz lazımdır. Tamam, Şaxsmayil Xətainin ötürülə bilər, enerji ötürülə bilər. Amma siz onu açmasanız, siz onu həyatınıza tətbiq etməsəniz, onun yolundakı maneələri dəyişdirməsəniz, o pasiv halda ötürülmüş olacaq. Ona görə də yaxşı olar ki, o şəcərəni araşdırıb, bundan əvvəl niyə 7 nəsil dönənini bilin deyirdilər? Elə belə deyil idi bu söz. 7 nəsli dönənini biləndə nə edə bilərsəni bilirdin. Bu günləri də bilənlər nə edə biləcəklərini bilə bilərlər. Məsələn, gəlirlər, mən məsələn onu araşdırarkən, bu varsa, bilirəm ki, orada hansı potensialını açmaq olar və bu insanın həyatında necə bir dəyişmə səbəb ola bilər.